Dönərlə də maraqlananlar Bəli, dönər çox aparatlarımız olacaq. tokla da var, elektriklə olan, qazla olan modellərimiz var, alt motorlu modellər var, üst motorlu, motorsuz. Yəni burada hələ gördüyünüz çeşidin bir hissəsidir. Waffle aparatlarının cürəbəcür içərisinin görünüşü olan, yəni resunkası fərqli olanlar var. Hər çeşiddə, hər dizaynda. İzqar aparatlarımızdır. Bundan əlavə bizdə dükanda cürəbəcür çeşiddə meyvə qurdan aparatlarımız var. Və tam professional avadanlıqlardır bunlar. Həm ev şəraitində istifadə edə biləcəyiniz, həmçinin istehsalat üçün də istifadə edə bilərsiniz. Sonra dondurma aparatlarımızdır. Yəni bunlar bir növdə dondurma hazırlayanlardır. Bundan əlavə burada 3 növdə dondurma hazırlayan makinalarımız da var. Hot dog bişirən aparatlarımız var. Yəni bu dəqiqə hal-hazırda daha çox tələbatda olan bir avadanlıqlarımızdır. Popcorn, pambıq aparatlarımız var. Bunların da keyfiyyətlərinə görə, ölçülərinə görə qiymətləri 200 manatdan başlayır. Kim ki kiçik istehsal qurmaq istəyir, rahat şəkildə mağazaya, toptancı mağazaya gəlib məhsullarla yerində tanış ola bilər. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazanı çəkib tanıdacağıq ki, bu toptancı mağaza ilk olaraq onun haqqında məlumat verim ki, girişindən də göründüyü kimi restoran, mətbəx sənaye tipli, həm otellər üçün, həm restoranlar üçün olan mətbəx avadanlıqlarıdır, sıfırdan qurulması, eyni həmçinin zavodlarda, fabriklərdə mətbəxlərinin sıfırdan qurulması, layihələndirilməsi, həmçinin də kiçik istehsal avadanlıqların satışda mövcuddur ki, bununla da bağlı kim ki kiçik istehsal qurmaq istəyir, rahat şəkildə mağazaya, toptancı mağazaya gəlib məhsullarla yerində tanış ola bilər. Dönərxana aparatlarıdır, fast food bişirən sobalardır, daha sonra kiçik yağ sıxım aparatlarıdır, marojna aparatlarıdır, ponçik aparatlarıdır və s. kimi kiçik istehsal aparatları da var ki, siz də öz biznes qurmaq istəyirsə bu yöndə rahat şəkildə avadanlığı alıb, məkanını açıb rahat şəkildə işləyə bilərsiniz. İndi isə keçib mağazadan ümumi olaraq daha yaxından tanış olacaq. Ünvanı ilk olaraq qeyd edim ki, mağaza yerləşir Abşeron Ticarət Mərkəzi, Abşeron Mall ərazisi, korpus 25, mağaza nömrəsi 1. Həmişə qeyd edirik, Saxara elektronika mağazasından sola dönüb irəliləyirsiniz. Birinci mühafizənin olan köşkündən daxil olursa həmən enli daha geniş olan küçədə yerləşir və həmçinin də arxada da Abşeron əyləncə, burada Abşeronland olan əyləncə mərkəzi var ki, düz onun yaxınlığında yerləşir. Yenə də hər hansı sualınız olarsa qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlayıb rahat şəkildə dəstək də ala bilərsiniz. İndi isə keçək ümumi olaraq mağazada və olan avadanlıqlarla, dəzgahlarla sizlər tanış eləyək. Getdik. İndi isə mağaza əməkdaşı Məhəmməd Əli bəy bizə ümumi olaraq qısa mağazanın tarixi haqqında, neçə ildir fəaliyyət göstərir, onun haqqında qısa məlumat versin. Ondan sonra inşallah Məhəmməd Əlinin yardımı ilə həmən sizə avadanlıqlar təqdim edəcək. Çünki biz az məlumatlıyıq. Daha yaxşı olar ki, Məhəmməd bəy bizə ümumi olaraq daha rahat, daha geniş şəkildə informasiya versin ki, izləyicilər də daha rahat şəkildə aydın olsun, başa düşsün. Xoş gördük. Çox sağ olun ki, şəraitə imkan verirsiniz, çəkib göstəririk. Çünki istehsalatla bağlı çox müraciətlər olurdu. Bu avadanlıqlarla bağlı ki, yeni biznes qurmaq istəyənlər var. Çox soruşurlar ki, nə ideya olar, nə açsaq, nə qursaq. Bizi izləyən hər kəsi ilk növbədə salamlayırıq. Biz Abşeron bazarı 3 ildir fəaliyyət göstərir. İlk açılış günündən, birinci günündən biz Abşeron bazarında dükanımız fəaliyyət göstərir. Bundan əvvəl Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərirdi, toptancı kimi ambar şəraitində. Hal-hazırda isə Abşeron Ticarət Mərkəzində bizim 2 dükanımız yerləşir. Bir dükanımız Abşeron Mallda, digər dükanımız isə Abşeronun əvvəlki korpusu, 1-ci korpusu 16-cı binasında yerləşir. Hal-hazırda bizim dükanımızda otel, restoran və məişət mallarına aid bütün çeşidlərimiz mövcuddur. Və bir çox çeşidlərimiz var ki, hal-hazırda bizdə dükana yerləşmədiyi üçün sizlərə təqdim edə bilmirik. Amma iş qurmaq istəyən vətəndaşlarımızdır. Ondan sonra evi üçün məişət mallarıdır. Xırda bir biznes qurmaq istəyən əməkdaşlar üçün nə lazım olarsa dükanımızda mövcuddur. Bundan əlavə istənilən avadanlıqları biz Çin, həmçinin Türkiyədən və Avropadan belə gətizdirə bilirik. O barədə də bizdə bütün şanslar var. Hal-hazırda dükanımızda gördüyünüz kimi burada restorana aid bir çox çeşidlər var. Bundan əlavə dondurucu sistemləri, soyuducularımızdır, evə aid qaz peşləri, aspiratorlar, ondan sonra mini sobalar, həmçinin restoran tipli sobalara kimi bütün çeşidlərimiz var. İndi bunlarla hamısını sizi tanış eləyəcəyik və dükanımızda həm topdan satışı, həm pərəkədən satışı hər ikisi də var, yəni
Lazım olduğu halda köçürmə ilə də müştərilərimiz mallarını əldə edə bilirlər rəsmi şəkildə. İlk növbədə bütün alınan malların ƏDV-si verilir. Bu bizim üstünlüyümüzdür. Zəmanətlərimiz də həmçinin mövcuddur. Çalışdığımız qədər istəyirik ki, müştərilər daim razı qalsın. Bildiyim qədər bir neçə markanın da həm də rəsmi distributorusunuz. Əlbəttə. Ölkə üzrə bizdə markaların hal-hazırda 12 markamız mövcuddur. İnşallah gələcəkdə də bunlar artacaqdır. Sırf həmin markaları bu mağaza, bu toplantısı tərəfindən ixal olunur və ölkə üzrə dağıtımına həyata keçirilir ki, indi inşallah irəliləyən dəqiqələrdə həmin onları göstərəcəyik. Həmən bəzən olur ki, indi paylaşırlar, Çində sərgilərdə göstərilən həmən istehsalat avadanlıqları da var ki, onların bir qismini, yəni burada sərgilənir və siz də rahat şəkildə sizə uyğun olan, sizin işinizdə yarayan həmin avadanlıqlar buradan rahat şəkildə gəlib yerində baxa bilərsiniz. Həm bu korpusda olan, həm də qeyd etdikmi digər Prestige B korpusunda olan mağaza ünvanlarından. Instagram ünvanları da var ki, orada da hər birinin detallı olaraq videoları paylaşılır. Brand House yazsalar, bizim Instagramda, TikTokda, yəni bir çox yerdə səhifələrimiz var. Müştərilər elə artıq neçə ildir, biz 10 ildən çoxdur Brand House adı ilə fəaliyyət göstərilir. Brand House Electronics MMC, yəni bu da bizim öz şirkətimizdir, şirkətimizin adıdır və bu formada da dükanımızın adı həmçinin mövcuddur. Gözəl. Yəni müştərilərimiz şükürlər olsun ki, çoxdur, tanıyanlar tanıyır, tanımayanlar da inşallah gəlir, yeni tanışlıqlar olur burada. İnşallah ki, bizim vasitəmizlə daha biz izləyicilərimiz də tanıyarlar, kim ki əvvəldən bu işdə deyirlər, yeni başlayırlar, onlara da daha faydalı olacaq. İlk növbədə təqdim edək. Xəmir qatan maşınlarımız var. Türkiyə istehsalı da var, Çin istehsalı da var, spiral formasında olanlar var, sadə formada olanlar var. Marka olaraq Matika markası var, Çağdaş markası var, Remto markası var, Boğazçı var və bir çox markalarımız var ki, burada yerləşmədiyi üçün hələ bəzilərini gətirib sərgiləndirir. Ev üçün olan litrajda həcmli var, həm də sənaye, restoran və s. Tam doğrudur. Hal-hazırda burada gördüyünüz modellərin hamısını belə ev şəraitində müştərilər işlədə bilər. Sadəcə olaraq həcm məsələsi var, tutum məsələsi var. Bunlar üçün ki 220 ilə işləyən, 220 voltajla işləyir. Amma lazım olarsa 380 voltaj olanlar da mövcuddur. Bundan əlavə vafl aparatlarıdır, fritözlərdir, xəmir açan aparatlarımızdır, çay samavarlarımızdır. Sonra üyüdücülərimiz var, freş aparatları var, sub qazanlarımız var, dönərxana yerləri üçün. Məsəl üçün dönər aparatlarımız var hər çeşiddə, hər ölçüdə. Bir də Məhəmməd Əli bəy zəhmət olmasa nümunə olaraq qiymətlə də üzləyiciləri qiyabi olaraq tanış eləyək. Minimum məsəl üçün neçədən başlayır xəmir qarışdıranlar olsun, vafılı üyüdücülər. Tamam. Ki, ümumi bir xəmir yoğuran ən balaca çəkidə olan xəmir yoğuran aparatımız 5 kiloqramdan başlayır, türk istehsalı. Bu modellərimizdə 700 manat civarından başlayaraq çəkilərə görə qiymətləri dəyişir. Bunun spiral formasında olanları da həmçinin var. Spiral formasında olan modellərimiz isə 1000 manatdan başlayır qiymətləri. Sonra fritözlərimiz məsəl üçün 70 manatdan başlayır. Litrlərinə görə, çəkilərinə görə, istehsalçı ölkələrinə görə dəyişir. Fresh aparatlarımız var, 100 manatdan başlayır. Üyüdücülərimiz var həmçinin 70 manatdan başlayaraq üzü yuxarı hər bir qiymətə üyüdücümüz var. Çay samavarlarımız var ki, göstərə də bilərik. Yəni türk istehsalı da var, Çin istehsalı da var. Qiymət olaraq 50 manatdan başlayır. Onlarda da həmçinin litrajlarına görə qiymətləri dəyişir. O maraqlı. Sonra bunlar şokolad üçün şokolad fontanıdır. Yəni həm dərəcəsini tənzimləyə bilərsiniz. İstədiyiniz dərəcədə şokoladın həm satışını edə bilərsiniz. O aparatımız məsəl üçün qiymət olaraq 600 manatdan başlayır. Popcorn, pambıq aparatlarımız var. Bunların da keyfiyyətlərinə görə, ölçülərinə görə qiymətləri 200 manatdan başlayır. Sonra fritözlərimiz bu hissədə də var. Remto markasına məxsus. Hot dog bişirən aparatlarımız var. Yəni bu dəqiqə hal-hazırda daha çox tələbatda olan bir avadanlıqlarımızdır. Otellər üçün şef indişlər var. İçərisində isti yemək saxlanılması üçün nəzərdə tutulub. Açıq büfelərdə. Bəli. Professional ət çəkənlərimiz var. Çağdaş Matikadır, Osimo markası var, Remto markası var. Yəni bacardığımız qədər brendləri çalışırıq ki, daha da çox eləyək. Çeşid baxımından müştərilər axtardığı malı dükanımızdan rahatlıqla əldə edə bilsinlər. Ət çəkən maşınlarımızın da qiymətləri minimum başlayır 300-dən üzü yuxarı. Yəni professional maşınlardır. Nəzərinizə çatdıraq ki, qeyd olunan həmin məhsullar sırf
professional mətbəxlərdə və yaxud da otellərdə, fabrik zavodların mətbəxlərində Tam istifadə doğrudur. olunacaq məhsullardır ki, daha keyfiyyəti daha güclü və daha çox istehsalat qabiliyyətinə malikdir. Əlbəttə. Saata 100 kilo, 200 kilo, 300, 500, 1 ton çəkən ət çəkənimizə qədər belə hamısı var. Yəni kim necə bir avadanlıq istəsə, əlimizdə olan Həcmindən, gücündən mallardan asılı olaraq- əlbəttə yararlar. Bugünkü gün kimə nə lazımsa, məsəl üçün əlimizdə nə mal varsa, ondan yararlana bilər. Əldə olmayan mal, hansı malımız ki, bitib, ambarda qalmayıb, dükanımızda qalmayıb, biz onu tez bir zamanda da gətizdirib təhvil verə bilirik. Sonra toster aparatlarımızdır. Hər çeşiddə tosterlərimiz var. Bunlar vafl aparatlarıdır, qoz bişirmə formasında. Məsəl üçün şirniyyatçılar daha çox istifadə edir. Pankek forması var. Həmçinin restoranlar üçün tosterlərdir. Bundan əlavə vafl aparatlarının cürəbəcür içərisinin görünüşü olan, yəni resumkası fərqli-fərqli olanlar var. Hər çeşiddə, hər dizaynda. Yəni çeşid çoxdur, həddindən artıq çoxdur. Bu waffle biznesi də son dövrlərdə biraz trenddə olan Kofe shoplardır, şirniyyatçılardır, daha çox tələbatdır. waffle aparatı ilə həmən şokolad aparatını alıb bir yerdə maraqlı Əlbəttə, onsuz elə eləyir, istifadə edəndən çox elə eləyir. Slicerlərdir, ət dilimləmək üçün istifadə olunur. Məsəl üçün ət də dilimləyə bilərlər, pendir də kəsə bilərlər. Marketlərdə də istifadə olunur, oteldir, restorandır. Həm daha səliqəli şəkildə məhsulları doğrayıb satışını edirlər. Bundan əlavə artıq itkiyə də yol vermirlər. Çünki hamısı standart qaydada doğrandığı üçün. Ən əsası da vaxta qənaət olunur. Bəli. Sonra belə bir avadanlığımız da var. Tridenlik avadanlığıdır. Şəhərdə bu da hal-hazırda məşhur bir avadanlıqlardan biridir. Bunlar boylerlərimizdir, kofe aparatlarımızdır. Kofe aparatlarının daha böyük çeşidləri də həmçinin dükanımızda var. 2 qruppalı, 1 qruppalı, tam avtomatik var, yarı avtomat olanları Bu var. yaxınlarda sushi ilə bağlı bir müraciət eləmişdi. Yönləndirdim bura ki, buradan sizlə maraqlansın. Bunlar desən sushinin Bəli, o sushinin düyünü bişirən qazanlarıdır. əlavə Bunlar başqa hər hansı litrajlara görə dəyişir. Məsəl üçün 3 litrlik olur, 8 litrlik olur. Burada indi vitrində hamısını yerləşdirməmişik. Bazardığımız qədər görünüş üçün var. sushinin bişirilməsində digər avadanlıqlar da olur. Hə? Salamandradır, varımdır, sushiyə aid. Əsas vacib olan bu iki şey ən çox alırlar. Başqa xırdavatlarıdır ki, onları artıq bazardan, digər qonşulardan köməyimizlə götürə bilirlər. Sonra belə bir aparatımız var. Qarıqdalı bişirmək üçün. Həm dənələnmiş qarıqdalını bişirir, həm bütöv şəkildə qarıqdalı bişirə bilərlər. Nə o soyuq əllər, sürəklər. Bəli, qarıqdalı bişirmək üçün çox gözəl bir seçimdir. Buradan dərəcəsini təyin edir. Neçə dərəcədə istəyirsə, dərəcəsini saxlayır, qarıqdallar daim içərisində isti qalır. Yəni yay aylarında istənilən bir kəs özü üçün xırda da olsa bir biznes qura bilər, gəlir əldə edə bilər. Evdə də aparıb işlədən müştərilərimiz var ki, bizim burada gördüyünüz bu iri texnikalardan, bu ət çəkənlər olsun, sümük kəsən olsun, dönər aparatlar olsun, nə qədər müştərimiz var ki, evdə özü üçün alıb istifadə edir. Uşaqları üçün və yaxud nəvəsi, nəticəsi üçün. Dönərlə də maraqlananlar Bəli, dönər aparatlarımız tokla da var, elektriklə olan, qazla olan modellərimiz var, alt motorlu modellər var, üst motorlu, motorsuz. Yəni burada hələ gördüyünüz çeşidin bir hissəsidir. Yəni bunun çox hissəsi bizdən var. Burada da yenə ölçüsünə görə Ölçülərinə görə, məsəl üçün bərbər 2 spiraldan başlayır, 5 spirala kimi. Həmçinin bunların bizdə qoşu olanları da var üz-üzə, yəni spiral sayı daha çox 8 dənə, 6 dənə olanları da var ki, dönər aparatlarımız minimum qiymətləri bizdə başlayır. Tokla olanlar 550-dən başlayır, qazla olanlar isə 350-dən başlayır. Ən çox hansı tələbatda olur? Qaz yoxsa tok? Tutumuna görə qazla tok məsələsində qazın bişirməyi daha yaxşıdır toka nisbətən. Tokla olan dönər aparatları işlədənlər bilir ki, əti biraz qurudur, amma qazla olanlar əti daha yaxşı saxlayır. Həm də bəzi yerlərdə qaz amma qaza icazə olmadığı üçün müştərilərimizin çoxusu toka üstünlük verir. Kimdə ki icazəsi var, qazla olanı aparıb rahatlıqla istifadə edə bilirlər. İzqar aparatlarımızdır. Bundan əlavə bizdə dükanda cürəbəcür çeşiddə meyvə qurdan aparatlarımız var. Və tam professional avadanlıqlardır bunlar. Həm ev şəraitində istifadə edə biləcəyiniz, həmçinin istehsalat üçün də istifadə edə bilərsiniz. Bu gördüyünüz aparatı, yəni bir ay ərzində dayanmadan ardıcıl qaydada işlət, söndürmə, fasilə vermə, o aparat yenə xarab ola bilməz. Zamanətli məhsullardır, professionaldır. Daha çox satdığımız məhsullardandır və bunun bizdə böyük həcmdə olanları var ki,
88 list gedəni var, 67 list gedəni İstehsal var. gücü daha Bəli. çoxdur. Onlar artıq daha Qabiliyyət. böyük olduğu üçün dükana yerləşdirə bilməmişik. Onu da ən çox istehsalatla məşğul olan adamlar alır. Sublimasiya aparatımız da var. Bunlar Hal-hazırda da son vaxtlarda daha çox trenddə olan. dəbdədir. Bəli, meyvələri donduraraq qurutmasını təşkil edir. Yəni o aparatımıza qədər belə var. Sonra dondurucular lazım olarsa müştərilər Dərin üçün dondurucular. bəli, dərin dondurucular təklif edə bilərik. Burada gördüyünüz belə bir modelimiz var. Bu həm örtülü qapaqdan ibarətdir, həm şüşə qapaqdan ibarətdir. Baxın. Belə sizlər üçün təqdim edək. Və belə bir əlavə şüşə qapağı var. Lazım olduğu halda qapağını açıq qoyub, belə şüşə qapaqlı model kimi də istifadə edə bilərsiniz. Bundan əlavə bunun tək bir qaplı olanı da var. İçərisi qalın plasmasla da bizdə olan bütün modellər qırılma, sınmaya qarşı, deşilməyə qarşı davamlı. 2 ədəd səbətlə təchiz olunub. Böyük modellərdə həmçinin 3 ədəd səbətləndir. Motorları hamısı mis motorlardır. Böyrlərində havalanma fanları var. Həcm Və olaraq bunlara da- da zəmanət verir. Həcm olaraq 100 litrdən 700 litrə kimi bütün modellərimiz var. Yəni çeşid hamısı var. Yəni burada bəzi hissələrini sizə təqdim edə bilirik. Eləyə bilmədiklərimizdə nə lazım olarsa Burada müştərilər əsasən üçün daha göstərə kiçik bilərik. həcmli olan Bəli, variantlar dükana daha modellər yerləşdirə qeyd bilməyimiz olunub. Amma üçündür. ambarda daha böyük, yenə də sənaye tipli, restoran və doğrudur, sair bəli. kimi olan Sonra- həcmlər üçün də var. Oteldir, restorandır. Onlar üçün baxın belə bir daşınma arabası var, servis arabası. Restoranlarda içərisinə boşqablar, qaşıqlar, belə şeylər yığa bilərlər. Otellərdə də içərisinə çamaşır falan və yaxud digər şeyləri yığıb daha rahat şəkildə daşınmasını əldə edə bilərlər. Bundan əlavə Bu da şeyin aparat nədir bu? bu Popcornun popcorn aparatının arabasıdır. Şəhərdə- Ayrıca bəli, bunu ayrıca biz həm satışını da edirik, popcorn aparatından dəst şəkildə də satırıq. bu da yəni bir biznes ideya ola bilər. Əgər Tam doğrudur. regionlarda və s. şəhərdə düzdür çoxdur, artıq bunu eləyən. Məsələn regionlarda və yaxud da Sonra sizin istəyən müştəri olsa yaşadığınız otel yerdə. üçün belə valiz arabası deyirlər. Yəni çamadan daşıma arabamızdır. Yəni buna qədər var. Balaca mini soyuducularımız var otel şəraiti üçün, həmçinin ofis Bunlar da. servis üçün. Bunlar buz aparatlarımızdır. 16 kiloqramdan 20 kiloqrama qədər balaca modellərdir. Su xəttinə qoşulmayan. Su xəttinə qoşulan modellərimiz 40 kilo var, 50 var. Həmçinin burada 60 kilosu, 120, 150, 1 ton çəkiyə qədər buz maşınımız var. Yəni 1 tona qədər buz maşını çeşidi varımdır. 1 tona qədər buz istehsal edir. Əlbəttə 24 saat ərzində 1 ton buz əldə edə bilərsiniz. Bunu da ən çox istehsalat işindən, yəni buz satışıyla məşğul olan adamlar alır. Restoranlara da ən çox lazım olan, məsəl üçün 250 kilodur, 150 kilodur, 120-dir və yaxud balacalarıdır. Onlar belə həmçinin mövcuddur. Sonra belə yağ çəkən avadanlıqlarımızdır. Toxumlardan yağ çəkən aparatlardır. Günə Semiçka, baxandır. Ondan sonra qara çörək yağı. İstənilən dənli bitki, yəni dənli toxumların, yağlı toxumların yağını çəkib həm özünüz üçün istifadə edə bilərsiniz, sağlam qidalanma, həmçinin onun satışıyla da məşğul ola bilərsiniz. Bu hal-hazırda göstərdiyimiz balaca modellərdir. Bunun böyük çəşidi olanları da mövcuddur. Keçən digər tərəfə sizə soyuducuları da göstərək orada. Keçək. Sonra baxın belə bir Bufet. Yoxsa bəli, bu vitrin soyuducudur. soyuducudur bu. Bəli, salat soyuducusu deyirik Hə. ən çox. Yəni bu isə salatlarınızdır, nəsə əlavə edib daha sərin şəkildə saxlaya bilərsiniz. Dərəcəsini də bu hissədən tənzimləyirsiniz. Eyni bunun isti vitrin olanı da var. Bu aşağıda olan model isti vitrindir. Yəni burada həm yemək saxlaya bilərsiniz. Bundan əlavə şokolad əritməsində də daha çox istifadə edirlər. Yəni benmaridir. Yenə də bunu lunch restoranlarda Bəli. gördüyümüz həmən. Sonra avadanlıqlar. xəmir açanlarımızdır. Həm pizza xəmirinə, lahmacun, yuxa xəmir növlərinə yarayan. Bundan əlavə yağlı xəmirlər üçün xəmir açan modellərimiz də mövcuddur. Balaca modelindən böyük modelinə kimi. Baxın qapının yanında burada bir modelimiz var. Bu böyük olan modeldir. Bu yağlı xəmir, kruasan xəmiri, qoğal xəmiri, bu kimi digər növ yağlı xəmirlər açılmasında istifadə edə bilərsiniz. Sonra dondurma aparatlarımızdır. Yəni bunlar bir növdə dondurma hazırlayanlardır. Bundan əlavə burada 3 növdə dondurma hazırlayan makinalarımız da var. Qarşıdan sezonu gəlir qısa. Əlbəttə, yəni bunları indidən alıb yararlansa müştərilər daha yaxşıdır. Çünki yayda bu aparatlar vasitəsilə çox gözəl bir gəlir əldə edirlər. Bu hissəyə hazırladığın məhsulu əlavə edirsən. Məsəl üçün çiyələkli olsun, bananlı olsun, hansı formada dondurma hazırlamaq istəyirsənsə, ora əlavə edir və buradan
dondurmaları daha rahat şəkildə süzüb müştərilərə satışını edə bilərsiniz. Bunun da balaca modeli də var, bu formada olan da var. Sonra dondurmanın bu çeşid olanı da var. Kilo ilə dondurma hazırlayan makinamız da var. O istehsalatçılar üçün də əsas. Bundan əlavə bizdə dondurmaya aid belə vitrin dondurucularımız da mövcuddur. 12 qablıq, 16 qablıq. Bunlar vitrin dondurucudur ki, bəli, Maraş dondurması. Yəni orada istədiyin dondurma növünü yığıb satışını edə bilərsiniz. Sonra ət dükanları, restoranlar üçün belə ət kəsən mişarlarımızdır. Hər çeşiddə var. Yəni Çin istehsalı da var, Türk istehsalı da var. Vakuum aparatlarımızdır. Burada istədiyiniz qida məhsulunu vakuum paketləyib daha uzun ömürlü saxlanılmasını əldə edə bilərsiniz. Restoranlarda da istifadə olunur. Bütün qida sahələrində yəni istifadə olunan bir şeydir. Qab yuma makinamızdır. Bu hal-hazırda göstərdiyimiz 1000 qablıq bir modeldir. 1000 qabı. Bəli. Bir saat ərzində 1000 qabı yuya bilərsiniz. Onun içərisində yəni 1000 qab yerləşmir. Şadlıq evi, restoranlar. Bəli, şadlıq evi, restoranlar üçündür. Arkada gördüyünüz şirniyyat və çörək sobalarımızdır. Bunun da hər çeşidi mövcuddur. Yəni 2 tepsi gedəndən 12-16 tepsiyə qədər bunlarda çeşidlər var. Qurmaq istədiyiniz istehsalat müəssisəsinə görə, istehsalat həcminə görə bütün ölçülərdə bütün çeşidləri mövcuddur. Bütün çeşidləri, qril aparatlarımız da var. Bundan əlavə keçək sizə digər tərəfdə də çeşidlərimiz var. Onları da göstərək. Seçimlər çoxdur. Seçim çoxdur. Xırda. Buna ancaq gəlib yararlanmaq lazımdır, baxmaq lazımdır. Sonra restoranlar üçün böyük olan fritözlərimiz də 28 litr həcmində. Bəli, bunlar 380 voltajla işləyir. Yağ tutumu 28 litrdir. Böyük həcmli olan modellərdir. Bunun ikilisi də var, təhlisi də var. Bu hazırda təhlisidir. Bunun izqaraları da var. Ondan sonra yemək bişirmə qazanları da var. Dükana yerləşdirə bilməmişik, yenə gətirməmişik. Bunlar qeyd edeyim, çox üzr istəyirəm. Bunlar bildiyimiz daha sürətli şəkildə, fast food, həmən şəbəkələrdə istifadə olunan friturlardır ki, KFC-dir, McDonald's-dur şəhərdə, yəni bütün onların hamısında bunlardır. Bəli, daha sürətli şəkildə bişirir. Tam doğrudur. Bunlar rasional sobalarımızdır. Bu rasional sobamızdır. Hal-hazırda göstərdiyimiz 6 qablı bir modeldir. Yəni qiyməti çox münasibdir. 10.000 qiymət. Bunda nə? 10.000 manatdır bunun qiyməti. İstifadə olunur. Bunlar buxarlı yemək bişirməkdir. Yəni bunu yeməkdə də istifadə edə bilərlər, şirniyyat üçün də istifadə edə bilərlər. Rasional sobanın üstünlükləri çoxdur. Yəni say bitməz. Bunun 10 qablığı da var. Hal-hazırda göstərdiyimiz 6 qablıqdır. Qiymət baxımından rasional sobaların içərisində ən ideal qiymətdir. Yəni işlədənlər bilir ki, rasional sobaların qiymətləri minimum 17.000, 20.000, 30.000, yəni bu qədərə qədər art-arta gedir modellərinə görə, istehsalçı ölkələrinə görə dəyişir. Sonra marojnaların qiymət olaraq da onunla yəqin ki, çox maraqlanırlar. Bəli, dondurma aparatlarımız ən minimum, yəni belə ayaqlı bir modellərdən maraqlanan müştərilər varsa, hal-hazırda endirimdədir, 3000 manatdan başlayır. Halbuki yayda o modellərin satışı 3500, 4000, 5000, 6000. Bu xırda həcmlilər. Balaca modellərimiz onlar başlayır 2700-dən başlayır qiymət olaraq. Və bundan daha ucuzlu bir modelim də var. 750 manat civarında da həmçinin dondurma minimum 750 manatdan başlayır. Bəli, 750-dən başlayır, üzü yuxarı dondurma aparatı çeşidlərimiz gedir. Modelinə görə dəyişir. Sonra pizza aparatları istəyən olsa, qeyd etdiyimiz baxın kiçik həcmli olan həmin pizza aparatlarımız var. İçərisi 40-ın 40-adır, 0 faza, yəni 220 ilə işləyir. Hər gözünə bir ədəd 40 santlıq pizzalar gedir. Hal-hazırda bunları biz yığmamışıq. Yəni içərisinin daşları falan burada bunların içərisindədir. Pizzadır, lahmacundur, pidədir. Və bunun belə böyük bir modelləri də mövcuddur. İçərisinə 4 ədəd gedəni də var, 6 dənə gedən də var, 8 dənəli, 12 dənəli, bütün çeşidləri mövcuddur. Bunda yenə də restoran və bunlarda da həmçinin 220 voltajla işləyən modellərimiz var və 380 voltajla, bundan əlavə qazla olan modellər də mövcuddur. Bu da bunu da deyək, bu da bu bayaq sizə göstərdiyimiz o arabadır ki, hal-hazırda pambıq aparatı üçündür. Bəli, bu pambıq aparatı özü ayrıca satışda da var. Belə araba ilə dəst şəkildə də satışı var. Bunu da yay aylarında açıq havada, çöldə satış eləmək üçün, yəni ideal. Bunların istehsalatı da sizə məxsusdur. Yox, bunlar hamısı Çindən gəlir, zavod istehsalıdır. Bunun özünə kimi hamısı zavod istehsalıdır. Yəni burada yığılma deyil. Sonra belə tantun aparatlarımızdır. Meyvə qurdan aparatlarımızın biraz böyük ölçüdə olanları da 22 listdən ibarətdir. Kündə kəsən aparatımızdır.
Sonra belə soyuducularımızdır. Ev şəraiti üçün işlədə biləcəyimiz, yəni bayaq izah elədik ki, məişətə aid mallarımız var. Məişətə aid olan mallarımızdan biri budur. Yəni bu soyuducu növünün cürəbəcür çeşidləri var. Hal-hazırda belə təqdim edə bilərik. Burada yuxarı hissədə var. Belə balaca mini formada olanları var. Bəli, tam doğrudur. Sonra qaz peçi, aspirator çeşidlərimiz var. Onlar bizim hal-hazırda digər dükanımızda, vitrində daha çoxdur. Burada yerləşmədiyi üçün onları təqdim edə bilmirik təəssüf ki. Amma yenə maraqlanmaq istəyənlər qeyd etdiyimiz əlaqə nömrəsinə əlaqə saxlayıb səhifələrimizdə də hamısını paylaşmışıq. Yəni səhifələrdən də müştərilər əlaqə saxlasa göstərə bilərik. Belə vitrin soyuducularımız var. Ev şəraitində də istifadə edə bilərlər, restoranlarda, mağazinlərdə fərqi yoxdur. Hündürlüyü 1.50 olanı var, hündürlüyü 1.90 olanı var, 2 metr olanı var, eni 60-ın 60-a, 45-in 45-ə. Yəni hansı ölçü lazımsa müştərilərə həmin ölçüdə də onu təşkil edib verə bilirik. Otellər üçün bu balaca soyuduculardan daha çox alıb istifadə edirlər. Bunun 51 santlığı da var balacası. Başdan 2 ədəd. Onun şüşəli variantları da var, şüşəsiz olanları da var. Ən balaca soyuducularımız isə 170 manatdan başlayır. Üzü yuxarı, yəni bu balaca modellər 170-dən başlayır, üzü yuxarı qiymətləri dəyişir. Yəni maraqlanan müştərilər sizinlə də əlaqə saxlayıb gələ bilərlər. Bizim öz səhifələrimizə də baxıb gələ bilərlər. İstər TikTok, istər Instagram və yaxud digər satış səhifələrində bizim səhifələrimizin adı çıxır. Brand House yazsalar, müştərilər əldə edəcəklər dükanımızın yerini. Deməli, bəzi qeyd etdiyimiz avadanlıqlar ki var, həmən bu toptancı mağazanın Abşeron Ticarət Mərkəzində olan Prestij B korpusunda yerləşir ki, onlar da istəyirik sizlə tanış eləyək. Çünki orada daha fərqli lazer məsələn vurma aparatlarıdır, nehrə aparatlarıdır ki, biznes yönümlü xırda biznes qurmaq istəyənlər, istehsalat qurmaq istəyənlər üçün orada da həmən avadanlıqlar var ki, gedib qısa olaraq 5 dəqiqəlikdə həmən digər burada çəkmədiyimiz avadanlıqları oradan çəkib sizlərə göstərək inşallah. Onunla da yekunlaşdıracağıq. Kanala abunə olmağı, video bəyənməyi unutmayın və kim ki ətrafınızda istehsalla məşğul olmaq istəyir, xırda biznes qurmaq istəyir, bu videonu da həmin şəxsə göndərin ki, onlar da bu toplantıcını tanıyıb rahat şəkildə gəlsinlər, avadanlıqlarla tanış olub istədiyi biznesi qurmaq istədiyi, fikirləşdiyi avadanlıqlarını da alışını etsinlər. Getdik. İndi isə mağazanın qeyd etdiyimiz digər ikinci ünvanını qeyd eləmək istəyirəm. Sıra 1, Korpus 16, mağaza 4, yəni Abşeron Ticarət Mərkəzini rahat şəkildə necə gələ bilərsiniz? Abşeron Ticarət Mərkəzinin əsas giriş 2 var. Həmən gördüyünüz çəhrayı davesin daxil olursunuz. Daxil olan kimi sola dönürsünüz. 50-60 metr irəliləyəndən sonra həmən Brand House mağazasının ikinci bu showroom mağazasına rast çıxacaqsınız ki, və burada da siz öncə qeyd etdiyimiz, görmədiyimiz məhsul çeşidlərini, avadanlıqları burada sizlərə qısa olaraq təqdim edib, tanış eləyək ki, biləsiniz ümumiyyətlə hansı çeşidlərdə buradan əldə edə bilərsiniz. İndi qeyd etdiyimiz kimi orada göstərmədiyimiz çeşid avadanlıqları burada göstərək qısa olaraq. İlk olaraq başlayırıq. Belə bir tepsi daşıma arabamızdır. Yenə də restoran, fabrik, üstündə cürəbəcür tepsilərimiz var. Yəni hər formada, deşikli, deşiksiz. O belə hamburger çörəyi üçün tepsilərimiz var. Sonra bu formada baton çörəyi üçün tepsilər var. Bunlar ayrı da satılır yəqin ki. Bəli, bunlardan ayrı-ayrı say nə qədər istəsəz, yəni tepsi çeşidlərimiz var. Xatırladım ki, tepsilərimiz 10 manatdan başlayır, modelinə, qalınlığına, növünə görə qiymətləri dəyişir. Yəni ən ucuz tepsimiz 10 manatdan başlayır. Bunlardan əlavə burada hal-hazırda baxın belə ət çəkən çeşidlərimizdir. Sonra rasional sobamızın bayaq dediyimiz balacasının daha da böyük olanıdır. Bu 10 qablıq modeldir. İnkubator aparatlarımız var. Yəni məşğul olan adamlar üçün ev şəraitində balaca bir özləri üçün biznes qura bilərlər. Bunlardan pankekdir, waffle'lardır, cürəbəcür çeşidləri var. Bu hissədə də var, burada da var. Sonra belə bir mayalanma aparatlarımızdır. Bu ən balacasıdır, 6 qablığıdır. Bunların bizdə 13, 16, həmçinin 12, 32 ədəd qab gedən. Bunlar əsasən xəmiri acıtmaq üçün, yəni mayalandırmaq üçün istifadə olunur. Sonra belə benmarlərimizdir. Şokolad əridilməsində istifadə edə bilərlər. Həmçinin yeməkləri isti saxlanılmasında istifadə edə bilərlər. Böyük soba nə üçündür? O şirniyyat və çörək bişirmək üçündür. Balaca mini soyuducularımız da hər çeşiddə var. Hündürlüyü 51, en uzunu 45-in 45 olan bir modelimizdir. Otellər üçün də yararlıdır, ofislər üçündür, ev üçün də yararlıdır. Yəni balaca mini modellərdir bu soyuducularımız. Belə konveksiyon sobamız var. İçərisi arabalı bir modeldir.
Bunun qazla olan model də var, tokla olan modelimiz də var. Həmçinin arabasız olan modellər də var bunların. Əsasən bunu çörək sexləri, şirniyyat üçün istifadə olunur. Sonra vakuum aparatlarımızın digər dükanımızda göstərdiyi belə fridə istifadə olunan, yəni o yanmış yağı filtrasiya edib yeniləyir, təzələyir. Bu aparat vasitəsilə işinizi daha da asanlaşdıra bilərsiniz və artıq xərclərdən uzaq olacaqsınız. Yəni orada yanmış yağı aparat vasitəsilə təmizləyib yenidən istifadəyə verə bilirsiniz. Yəni bu da gözəl bir avadanlıqdır. Daha çox istifadə olunur, işlədirlər. Sonra belə bir pelet sobalarımızdır burada. Açıq hava şəraitində ətrafı isitmək üçün istifadə edə bilərsiniz. Bunun da cürəbəcür çeşidləri var. Sonra şirniyyatçılarımız üçün belə şirniyyat mikserləridir. Həm xəmir qarışdırmaq olur, krem qarışdırmaq olur, yumurta qarışdırmaq olur aparatlar vasitəsilə. Krem doldurma aparatımızdır. Yəni eklerdir, bundan əlavə kurasandır. Yəni hansı məhsulun şirniyyatın içərisinə krem doldurmaq istəyirsiniz, onun üçün istifadə edə bilərsiniz. Tərəvəz doğrayanlarımız var, hər ölçüdə, hər çeşiddə. Balaca belə mini formada pizza fırınlarımızdır. Yenə əlavə olaraq şefin dişlərimizdir, fərqli formalarda. Bayaq sushi üçün istəyirdiniz, salamandırlarımızdır. Bunun da cürəbəcür çeşidləri mövcuddur, salamandırların. Sonra kilo ilə dondurma hazırlayan bir aparatımızdır. Digər dükanımızda bunu sizə göstərə bilmədik. Bu balaca mini stol üstü olan modeldir. Bunun yerdən olan ayaqlı böyük modeldə mövcuddur. Bu isti vitrinlərimizdir. Eyni bu şəkildə soyuq vitrinlərimiz də var. Hansı ki barın üzərinə qoyub məhsullarınızı içərisində isti saxlaya bilərsiniz və yaxud soyuq şəkildə saxlaya bilərsiniz. Belə balaca bir bu şərab saxlama soyuducumuzdur. Yağ çəkən aparatlarımızdır. Belə bir soyuducu növümüz var, baraltı. Bir hissəsi soyuducu, digər hissəsi isə dondurucu. Yəni buna da daha çox tələbat var. Müştərilər bəyənir. Belə su aparatlarımızdır. Bunun təhlisi var, ikilisi var, üçlüsü var. Həmçinin buzlu su verən aparatlarımız da var. Slash aparatlarıdır. O çeşidlərimiz də mövcuddur. Temperləmə makinamızdır. Şokolad üçün əsasən istifadə olunur. Digər makinamız draje makinasıdır. Draje dediyimiz nədir? Baxın, bu aparatımız draje aparatıdır. Bu aparat vasitəsilə məsəl üçün ləpədir, fıstıq olsun, badam olsun və yaxud quru meyvə olsun, onun üzərinə şokolatı eyni şəkildə örtmək üçün istifadə olunur, bərabər şəkildə. Yəni daha maraqlı bir görünüşdə bir məhsul satışını əldə edə bilərsiniz. Digər aparatlarımız separatorlarımızdır. Hansı ki, kənd təsərrüfatı ilə məşğul olan adamlar daha çox istifadə edir. Aparatlar vasitəsilə südün çiyəsini, yəni xamasını ayırırsan. Həm yağ kimi istifadə edə bilərsiniz, həmçinin xama kimi istifadə edə bilərsiniz. Sonra bu bizim tum qovuran avadanlığımızdır. Aparat vasitəsilə həm günəbaxan tumu qovura bilərsiniz, həmçinin digər ləpə növlərini qovurub satışından məşğul ola bilərsiniz. Belə bir grill aparatlarımız mövcuddur dükanımızda. 12 toyuqluq. Bunun başqa növdə olan modelləri də varımızdır. Sonra kartof soyma üçün olan aparatlarımızdır. Tək kartof soymur. Bəzi kartofa oxşar tərəvəz növlərində aparat vasitəsilə bəli qabığını soyub satışını edə bilərsiniz. Həmçinin digər çeşid xəmir qarışdıran makinalarımızdır. Hansı ki digər dükanımızda həmin çeşidlər yox idi. Hal-hazırda bax burada da fərqli növdə çeşidlərimiz var. Əsas nəyə göstərə bir də lazer. Lazer də o bir tərəfdədir. Lazer də tez göstərim. Bunlar bizim Euroclass markasına məxsus Türkiyə istehsalı nehr aparatlarımızdır. 20 litr, 30 litr, 40 litr, həmçinin 60 litrlik modelləri mövcuddur. 304 paslanmaz nehr materialdadır. Bu aparatlar vasitəsilə də ev şəraitində, həmçinin fermalarımızda daha rahat şəkildə təbii nehrə yağı əldə edə bilərsiniz. Yay aylarında açıq hava üçün baxın bu belə sərinkeşlərimiz də var, su ilə işləyən. Bir modelimiz budur, divara vurulan, digər modelimiz isə budur. Yəni bunlar da yay aylarında daha çox istifadə edirlər, müştərilər çoxsu bilir. Qızdırıcı çeşidlərimiz var ev isitmək üçün. Məişətdə istifadə edə biləcəyimiz. Qarşıdan bunda sezonu gəlir. Bəli, nardır, həmçinin digər meyvələrin şirəsini çəkmək üçün, yəni presləmə üsulu ilə bu qaydada presləyərək məhsulların şirəsini çəkə bilərsiniz. Bundan əlavə nehr aparatlarımızın belə üstan motorlu olan balaca mini növləri də mövcuddur ki, müştərilər bunlardan da əlavə edə bilər. Bu modellərimiz 50 manatdan başlayır. Litrlərinə görə dəyişir, bəli.
Deməli, öncə bunu da daha çox istifadə olunur. Həm də xarici səhifələrdə daha çox göstərirlər, görürük. Ona görə dedim bunu da göstərək. Kim ki ağlında var, bununla bağlı bir biznes qurmaq istəyir. Əlbəttə, lazer makinasıdır. Həm şüşə üzərinə məhsul brendimizin adını yaza bilərsiniz, həmçinin dəmir üzərinə yaza bilərsiniz, plasmas, parça. Yəni bu lazer yazım makinası çox gözəl bir aparatdır. İstifadə edənlər bilir aparatın özəlliyini, öz biznesimizi qurmağımız üçün, öz brendimizi yaratmağımız üçün yəni ideal bir vasitədir. Qiymət olaraq Bu bahalı. aparatımızın qiyməti hal-hazırda 8000-dir. Müştərilər üçün ancaq endirimi də mövcuddur. Yəni gələn müştərilərə kiçik, endirim böyük, edəcək. fərqli növləri var, yoxsa ancaq Hal-hazırda bir növ bu aparatda dükanımızda olan, ancaq bunların digər çeşidləri də inşallah yaxın yəni vaxtlarda sifarişlə olacaq. istəsələr, biraz Əlbəttə, aşağı tez bir qiymətlə zamanda da və- gətizdirmək olur, o problem deyil. Bu yaxınlarda olacaq. Digər fərqli növləri də olacaq. Məişətə aid belə qaz peçimiz, aspirator çeşidlərimiz də həmçinin dükanımızda mövcuddur. Sonra bunlara uyğun mebelçi sobalarımızdır. Sadəcə o qabağa bağlıdır, göstərə bilmirik. Belə balaca mebel üstü sobalarımız da var müştərilər üçün. Bunlar bayaq göstərdi yenə fritur aparatlarıdır burada. Sonra şirniyyatçılar üçün Tost bax verəcəklər. belə bir tort bəzəmə, yəni tortun üzərinə krem vurma aparatımızdır. Fırlanır. Əlbəttə bu da çox gözəl bir Biliyorsun, aparatdır. görmüşdüm. Bunlardan əlavə kofe aparatlarımızdır burada. Bayaq sizə digər dükanda da göstərdi. Avtomat su xəttinə qoşulan bir modellərimizdir. Dönər ətini kəsmək üçün bıçaqlarımızdır, motorlu bıçaqlardır. Elektrikli dönər. Sadə forması da var, belə bir formalar da mövcuddur. Konveksion sobamızdır, isidici lampalardır. Məhsulları lampaların altında daha isti vəziyyətdə saxlaya bilərsiniz uzun müddətli. Yenə də dönər aparatlarıdır. Burada ət çəkənlər var, friturlar var. Yəni çeşid həddindən artıq çoxdur. Sadəcə olaraq gəlib yerində baxıb yararlanmaq lazımdır. Müştərilər hər hansısa bir məhsulu nə istəyirlərsə təşkil edə bilirik. Yəni malların keyfiyyətinə də zəmanətlərimiz var. İstehsalçı ölkələri baxımından da problemimiz yoxdur. Yəni Türk malımız da var, Çin malımız da var, Avropa malımız da var. Çeşid çoxdur. Bu qədər dostlar, kim ki maraqlanmışdı bizdən bu tip avadanlıqlar soruşanlar var idi. Həm onlar üçün, həm də kim ki bizdən soruşurdu, nə biznesi qura bilərəm, əsasən düzdür soruşanlar hər hansı bir məhsul alıb satmaqla daha çox maraqlananlar olur. Amma istehsalat, kiçik bir istehsalat qurmaq və yaxud da kiçik bir hər hansı bir kafe tipli, restoran tipli hər hansı bir müəssisə açmaq istəyirsinizsə, burada yenə də siz hər cürə avadanlıqdan təchiz edə bilərsiniz öz biznesinizi, öz restoranınızı. Və yaxud da mövcud restoranınız var, ora bir əlavə marojna aparatı mı olsun, sok aparatı olsun, fərqli hər hansı bir çeşidləri artıra bilərsiniz ki, bu da mövsümə görə məsələn qarşıdan yay gəlir, marojna ilə bağlı, sularla bağlı tələbat daha çox olur. Bunu da yəni rahat şəkildə əlavə edə bilərsiniz. Bu Brand House mağazasından uyğun qiymətlərlə birinci əl olduqlarına üçün birinci əl qiymətlərindən yəni siz yerindən əldə edə bilərsiniz. Məhəmməd Əlbəd də sizə bununla bağlı nə köməklik lazımsa, həm konsultasiya baxımından, həm tövsiyə baxımından sizə ümumi olaraq bilmədiyiniz məlumatları da sizə verməkdə yardımcı olacaq. Sizin də izləyicilərin nə son nəslə tövsiyəniz varsa, nə sözləriniz varsa deyin, onunla da yekunlaşdıraq. Müştərilər daim nə lazım olarsa, burada olan nömrələrimizlə əlaqə saxlayıb, yaxınlaşıb yerində ətraflı bütün çeşidlərimizə baxa bilərlər. Qiymət barəsində əlimizdən gəldiyi qədər müştərilərimiz üçün endirimlərimiz mövcuddur. Taksit kartı, bir kart taksit kartından da Keçərlidir. Bəli, keçərlidir. Kredit şərtlərimiz var. Çalışdığımız qədər müştəriləri məmnun etməyə hər bir zaman müştərilərin qulluğundayıq. Çox sağ olun bir daha. Allah razı olsun. Təşəkkür edirik. Vaxtardınız, bizə geniş informasiya verdiniz. Şimdi sizin də ətrafınızda biznes qurmaq istəyən və yaxud da mövcud restoran, kafe, coffee shop və sair kimi biznesi olanlar varsa bu videonu da həmin şəxslərlə paylaşın ki, onlar da tanıyıb yararlansınlar. Videonu bəyənib və kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.